xoşbəxt olanların həyatına baxaq, aqibətinə baxaq. Ənəs ibn Haris İmam Hüseynin seçilən səhabələrindəndir. Deyir, bir gün Peyğəmbərin İmam Hüseyn barəsində hədisini eşidir ki, Peyğəmbər buyurur ki, oğlum Hüseyn Kərbəlada şəhid olar. Bu hədisi eşidir və hədisin davamında deyir ki, sizlərdən kim orada olsa mütləq ona kömək eləsin. Kim o günə çatsa, kim Kərbəlada olsa Hüseynə kömək eləsin. Ona görə İmam Hüseyn əleyhissalamın Kərbəlasından, Kərbəla hadisəsindən illər öncə gedir Kərbəladan bir yer alır və orada yaşamağa başlayır. Ki, Peyğəmbərin sözü haqqdır, bir gün bu iş baş verəcək. Və Aşura ərəfəsi, yəni Məhərrəm həmən il ki, İmam Hüseyn əleyhissalam gedəcəkdir, gedir orada yaşayır. Orada, yəni həmən il ki, orada yaşayırdı, həmən il İmam Hüseyn gələndə gəlir ona qoşulur. İmam Hüseyn əleyhissalama qoşulur. Bir nəfər deyir ki, mən atamla gedəndə gördüm mən bu şəxsin orada qaldığını. Soruşdum ki, sən Kərbəlaya köçmüsən, sən burada yaşayırsan? Dedi ki, mənə xəbər verilib ki, Hüseyn əleyhissalam burada öldürüləcək. Mən də onunla birgə olmağa və bir yerdə ölmək üçün əvvəlcədən gəlib burada məskunlaşmışam. Görün, insan nə qədər diqqətcildir, insan nə qədər öz taleyinə qarşı diqqətlidir, insan nə qədər bu dünyadakı ömrünü diqqətə alır. Sən gedəsən Kərbəlada əvvəldən yer alasan. Görün, bax, bunlar idi o şəhidlər.